suverenliyimiz və müstəqilimiz əbədi dövlətçiliyimizin rəmzidir. Suverenlik Fransız sözülüb, dövlətin və ya xalqın tam müstəqillik, fəaliyyət, hakimiyyət hüququ məfhumunu ifadə edir. Daxili və xarici suverenlik müvafiq olaraq hökm daxilində və onun hüdudlarından kənarda dövlət müstəqilliyinin ifadəsi olmaqla onun siyasi və hüquqi xüsusiyyətini özündə birləşdirir. Daxili suverenlik, dövlətin daxilində qanunverici, icra edici, məhkəmə sisteminin sərbəst təşkili və kənar qüvvələrin təsiri olmadan qərarlar qəbul etməsidir. Xarici suverenlik isə dövlət öz hüdudlarından kənarda beynəlxalq aləmdə hər hansı qüvvələrin iştirakı olmadan öz maraqlarına xidmət edən siyasi müəyyənləşdirməsi və yürütməsidir. Dövlətin öz konstitusiyası beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirdiyi fəaliyyətlərlə və atdığı diplomatik addımlarla yanaşı xalqın müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququ da suverenliyin tərkib hissələrinin təməlini təşkil edir. Azərbaycan xalqı üçün suverenlik məfhumu uzun illər boyu aparılan azadlıq mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı onun polad iradəsi, vətənpərvərliyi və milli məfkurəsinin də simvoludur. Ötən əsrin sonlarında əsarətindən qurtularaq müstəqilliyini yenidən bərpa etmək üçün ayağa qalxmış Azərbaycan xalqı mübarizəçiliyi öz suveren dövlətinə sahib olmaq üçün atdığı addımlarda misilsiz birlik və vətəndaşlıq nümunəsi olmuşdur.